Bəzən okeanın o tərəfində olan bir insanla telefon bağlantısı yaradıb danışanda asta-asta danışırsan. Məsafə çox uzaqdır. Və yaxud da ki, bəzən görürsən ki, məsafəcə səndən uzaq olan bir insana fikri, sözü çatdırmaq üçün heç bağırmırsan, qışqırmırsan. Amma bəzən yanında olanla o qəzəb, hirs anında elə bağırırsan, yoldan keçən də səsi eşidir, qonşular da səsindən bizar olur. O bilirsiniz nədir? Qəlbin yaxın və uzaqlığıdır. Bəzən evin içində ola bilər, məsafə ilə fizikal baxımından yaxındır, amma qəlb məsafəsi var. Amma ola bilər ki, biri okean o tərəfindədir, ayrı bir qitədədir, materiyadadır, amma qəlblər yaxın olduğundan məsafə mane ola bilmir.